müsəlmanların övladları, yəni uşaq ikən ölən, buluq yaşına çatmadan ölən cənnətli idi, övladları. Bu ümumi şəhadətli yoxsam, ümumi, icazəlidir, icazəlidir. Biz deyirik ki, şəhidlər cənnətli idi. Bu ümumi şəhadətdir. Biz şahidlik etdik axı. Bu olar. İmam Əhməd və ya Əhlüsünnətin digər alimləri bu qaydanı gətirəndə ümumi şahidliyi qəsd etmirlər. Onlar hansı şahidliyi qəsd edirlər? Xas. Yəni bir adamı təyin edirsən. Deyirsən ki, bu uşaq, ölən uşaq cənnətli idi. Və filan kəs döyüş meydanında ölüb şəhiddir və o cənnətli idi. Demək ki, biz demirik ki, möminlər cənnətli idi. Yaxşı, filan kəs mömindir və o cənnətli idi. Bu icazəli deyil. Çünki bu Allah Azza və Cəllənin adından danışmaqdır. Həmçinin bir insanı görürük ki, siqaret çəkir, zina edir, şərab içir, müsəlmandır, qiblə əhlindəndir və deyirik ki, bu cəhənnəmli idi, təyin edərək, adını çəkərək və işarə edərək. Bu icazəli deyil. Bu Allah Azza və Cəllənin adından danışmaqdır. Ona görə Əhlüsünnə ümumi hökm ilə, hətta uxravi hökm olsa da, xüsusi hökm arasında fərq qoyub. Və bunun